İpək yaylığı ilə o asta-asta silib eynəyini gözünə taxdı. Əyilib yavaşca masanın üstə bir möhrə baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı. Dodağın altından gülümsəyərək bir qələm əsirli hicran yaratdı bir xalqı yarıya, öldü qılınc dək. Öz sivri ucu ilə bu lələk qələm dəldi sinəsinə Azərbaycanın. Başını qaldırdı ancaq dəmbədəm, kəstilər səsini Azərbaycanın. O güldü kağıza qol çəkən zaman, qıydı ürəklərin hicran səsinə. O güldü haqq üçün daim çarpışan bir xalqın tarixi faciəsinə. Qoyulan şərtlərə razıyıq deyə, tərəflər qol çəkdi müqaviləyə. Tərəflər kim idi? Hər ikisi yad. Yadlar mı edəcək bu xalqa imdad? Atıb imzasını hər kəs varağa, əyləşir sakitcə keçib yerinə. Eynəkli cənabla təsbehli ağa qalxıb əl də verir biri-birinə. Onların birləşən bu əlləri ilə ayrılır ikiyə bir el, bir vətən. Axıdıb gözündən yaş gilə-gilə bu dəhşətli hala nə deyir vətən? Bir deyən olmadı, durun ağalar. Axı bu ölkənin öz sahibi var. Siz nə yazırsınız bayaqdan bəri? Bəs hanı bu yurdun öz sahibləri? Qoy qalxsın ayağa ruhu tomrisin, Babəkin qılıncı parlasın yenə. Onlar bu şərtlərə sözünü desin, zənciri kim vurdu şir biləyinə? Hanı bu ellərin mərd oğulları? Açın, açın bərələri, açın yolları. Bəs hanı bu əsrin öz Koroğlusu, qılınc Koroğlusu, söz Koroğlusu? Geceler yata bilmirəm, bu fikri başımdan ata bilmirəm. Canımızla bağlıyıq
mümkün belə